Gündəlik həyatınızda nə qədər tez-tez əşyalarınızı harada qoyduğunuzu unudursunuz, yaxud önəmli görüşlərinizi xatırlamaq üçün daim qeydlər etmək məcburiyyətindəsiniz. Əslində yaddaşınız zəifləməsinin səbəbi düşündüyünüzdən daha fərqli ola bilər. Mütəxəssislər bildirirlər ki, beynimizin effektiv işləməsi üçün müəyyən qidalar var və çoxumuz bu qidaların əsl gücündən xəbərsizik. Biraz sonra haqqında danışacağım qidaların çoxunu bəlkə də ilk dəfə eşidəcəksiniz. Onlar beyninizi yalnız gücləndirmir, həm də yaddaşınızı nəzərə çarpacaq dərəcədə artırır. Bu videoda tanış olacağınız qeyri-adi qidalar beyninizdə yeni neyron əlaqələrinin yaranmasına kömək edərək zehninizi daha iti və sağlam edəcək. Əgər siz də beyninizi gücləndirmək və yaddaşınızı ən yüksək səviyyəyə çatdırmaq istəyirsinizsə, diqqətinizi tam toplayın və videonu sona qədər izləyin. Qara sarımsaq. Bəlkə də sarımsağın sağlamlıq faydaları haqqında çox eşitmisiniz. Amma qara sarımsaq adlı qeyri-adi bir növünün olduğunu bilirdinizmi? Adi sarımsaqdan fərqli olaraq qara sarımsaq xüsusi şəraitdə uzun müddət saxlanılır və bu müddət ərzində öz faydalı xüsusiyyətlərini daha da artırır. Maraqlıdır ki, onun dadı da adi sarımsaqdan tamamilə fərqlənir və şirin yumşaq bir dadı var. Bəs qara sarımsaq yaddaşımızı necə gücləndirir? Araşdırmalar göstərir ki, bu qida beynin daha yaxşı işləməsi üçün lazım olan xüsusi maddələrlə zəngindir. Qara sarımsaqdan müntəzəm istifadə edən insanların yaddaşlarını daha güclü, diqqətlərini isə daha yüksək olduğu təsdiq edilib. Qara sarımsaq həm də beynimizin yaşlanmasının qarşısını alır. Yaşımız artdıqca beynimizdə unutqanlıq və zehni yorğunluq yaranmağa başlayır. Qara sarımsaq isə bu yorğunluğun qarşısını alır və beynimizin gənc qalmasına kömək edir. Əgər tez-tez yorğunluq hiss edir və konsentrasiya problemi yaşayırsınızsa, gündəlik yeməklərinizə 1-2 diş qara sarımsaq əlavə edə bilərsiniz. Onun istifadəsi çox rahatdır və heç bir narahatlıq yaratmır. Əksinə qara sarımsaqdan mütəmadi istifadə etməklə beyninizin daha yaxşı işlədiyini və yaddaşınızın gücləndiyini qısa müddətdə özünüz də hiss edəcəksiniz. Qoz yağı. Əksəriyyətimiz qozun faydalarını bilir və onu yeməklərdə istifadə edirik. Bəs heç qoz yağının beynimizə göstərdiyi möhtəşəm təsiri barədə eşitmisinizmi? Çoxları bilməsə də qoz yağı yaddaşı gücləndirmək üçün ən təsirli vasitələrdən biridir. Qoz yağı beynimizin daha sağlam işləməsi üçün lazım olan çox qiymətli maddələrlə zəngindir. Xüsusilə yaddaş zəifliyi yaşayan və ya işlərə diqqətini toplamaq çətinliyi çəkən insanlar üçün əvəzsiz bir köməkçidir. Bu yağ beynimizdəki hüceyrələrin yenilənməsini sürətləndirərək zehnimizi təzələyir və düşünmə qabiliyyətimizi artırır. Həmçinin qoz yağı beynimizin qocalmasının qarşısını almağa da kömək edir. Xüsusən gündəlik həyatda stres və yorğunluq yaşayan insanlar üçün qoz yağı ideal seçimdir. O həm zehni yorğunluğu aradan qaldırır, həm də beynimizin gərginliyini azaldaraq düşüncələrimizi daha aydın və rahat edir. Qoz yağını yeməklərimizdə istifadə etməyiniz çox sadədir. Onu salatlara əlavə edə və ya səhərlər bir çay qaşığı içə bilərsiniz. Bu yolla beyninizin aktivliyini yüksəldə və gün ərzində enerjinizi artırdığını da hiss edə bilərsiniz. Əgər zehni fəaliyyətinizi artırmaq və yaddaşınızın gücləndiyini tez bir zamanda görmək istəyirsinizsə, qoz yağını mütəmmadi qidalanma siyahınıza əlavə edin. Qısa müddətdə onun beynimizə etdiyi möcüzəvi təsirlərdən özünüz də şahid olacaqsınız. Balqabaq tumu. Balqabaq tumunu çox zaman sadəcə qəlyanaltı kimi düşünürük. Amma əslində bu kiçik tumların içində beynimiz üçün böyük bir güc gizlənir. Xüsusilə yaddaş zəifliyi, zehni yorğunluq və diqqət dağınıqlığı yaşayan insanlar üçün balqabaq tumu əvəzolunmaz bir dəstəkdir. Bu tumlar beynin sağlam fəaliyyətini göstərməsi üçün vacib olan faydalı maddələrlə zəngindir. Onların tərkibindəki təbii maddələr sinir sistemini gücləndirir, beyindəki siqnalların daha sürətli ötürülməsinə şərait yaradır və nəticədə yaddaş və diqqət daha da yaxşılaşır. Ən gözəl tərəfi isə odur ki, balqabaq tumu gündəlik həyatımızda çox asanlıqla daxil edə bilərsiniz. Onu birbaşa çiy şəkildə çeynəyə, salatlara əlavə edə və ya səhər yeməyində qatıqla birlikdə istifadə edə bilərsiniz. Hətta biraz qovrulmuş formada belə həm dadlıdır, həm də təsirini itirmir. Əgər hər gün bir ovuc balqabaq tumu qəbul etsəniz, bir neçə həftə sonra zehninizin necə açıldığını, diqqətinizin necə toplandığını və yaddaşınızın daha güclü işlədiyini özünüz də hiss edəcəksiniz. Bu sadə amma möcüzəvi qidanı qida rasionunuza daxil etməyi unutmayın. Arı çörəyi.
Təbii arı məhsullarının insan sağlamlığına faydasını hər zaman məlum olub. Amma arı çörəyi, yəni perqa, çoxlarının tanımadığı, amma beyinə möcüzəvi təsir göstərən bir qidadır. Bu məhsul arıların toplandığı çiçək tozlarını xüsusilə fermentlərlə zənginləşdirərək fermentasiya olunmuş formasıdır. Nəticədə həm bədən, həm də beyin üçün son dərəcə güclü bir təbii qida ortaya çıxır. Arı çörəyi beynin hüceyrələrinin qidalanmasını və oksigenlə təmin olunmasını gücləndirir. Bu da yaddaşın yaxşılaşmasına, düşüncənin sürətinin artmasına və zehni yorğunluğun azalmasına səbəb olur. Xüsusilə tələbələr, ofis işçiləri və ya daim zehni fəaliyyət göstərən insanlar üçün perqa əsl beyin dostudur. Digər tərəfdən arı çörəyi stres hormonlarının səviyyəsini tənzimləyir. Zehni gərginlik və əsəbilik beynin düzgün işlənməsinə mane olur. Perqa isə bu təsirləri azaldaraq beynin sakit, balanslı və fokuslanmış qalmasına kömək edir. İstifadəsi isə olduqca sadədir. Səhər yeməyindən əvvəl gündə bir çay qaşığı qədər arı çörəyini qəbul etmək kifayətdir. Dadı biraz fərqli olsa da təsiri qısa müddətdə hiss olunur. Əgər beyninizi həm qidalandırmaq, həm də onu stressdən qorumaq istəyirsinizsə, arı çörəyi gündəlik həyatınızın bir parçası ola bilər. Bu kiçik, lakin güclü qidanın zehni potensialınıza necə təsir etdiyini hiss etdikcə ona daha çox dəyər verəcəksiniz. Zəmzə, çətənə toxumu. Adı biraz qəribə səslənsə də, zəmzə toxumu, yəni çətənə bitkisinin toxumu, beyinə təsiri ilə diqqət çəkən ən güclü təbii qidalardan biridir. Bu toxumlar tərkibindəki zəngin təbii maddələrlə yaddaş gücləndirmə, beynin yorğunluğunu aradan qaldırma və zehni çevikliyi artırmaq baxımından olduqca təsirlidir. Zəmzə toxumunda olan faydalı maddələr beyindəki neyronlar arasında siqnal ötürülməsini sürətləndirir. Bu isə daha yaxşı düşünmə, daha yaxşı diqqət və uzun müddətli yaddaş deməkdir. Əgər özünüzdə unutqanlıq, tez yorulma və fikir bulanıqlığı hiss edirsinizsə, bu qidanı rasionunuza daxil etmək vaxtıdır. Bundan əlavə zəmzə toxumu stres hormonlarının səviyyəsini tənzimləyərək beynin rahat işlənməsini dəstəkləyir. Bu toxumunun verdiyi təbii enerji sayəsində gün ərzində daha məhsuldar və diqqətli ola bilərsiniz. Zəmzə toxumunu qızartmadan çiğ şəkildə birbaşa çeynəyərək istifadə edə, qatığa və ya salatlara əlavə edə bilərsiniz. Həm dadlıdır, həm də faydalıdır. Bəziləri isə bu toxumu blenderdə çəkib smuzi içkilərinə qarışdırır. Bu da olduqca təsirli üsuldur. Əgər yaddaşınızı gücləndirmək və beyninizi hər gün daha da aktiv saxlamaq istəyirsinizsə, zəmzə toxumu sizin üçün möhtəşəm seçim ola bilər. Bu kiçik toxumlarının böyük təsirini özünüz də hiss edəcəksiniz. Gördüyünüz kimi yaddaşı gücləndirmək və beyin fəaliyyətini artırmaq üçün bahalı dərmanlara yox, təbiətin bizə bəxş etdiyi güclü və bəzən də unudulmuş qidalara ehtiyacımız var. Bu qidaları həyatınıza daxil etməklə siz də daha çevik, diqqətli və enerjili bir beyinə sahib ola bilərsiniz. Əgər bu kimi faydalı məlumatların davamını görmək, sağlamlığınızı qorumaq və daha da çox öyrənmək istəyirsinizsə, kanala abunə olun və bildirişləri aktiv etməyi unutmayın. Beyninizə yaxşı baxın, çünki o sizin ən dəyərli sərvətinizdir.